Siz şəbəkələşmə anlayışı altında nə başa düşürsünüz? Uğurlu karyerada şəbəkələşmənin rolu olduqca vacib məsələlərdən biridir. Şəbəkədən istifadə etdiyimiz kimi, məlumat əldə etdiyimiz kimi biz də məlumat ötürməliyik deyə düşünürəm. Bacarıqdan və bilikdən öndə hal-hazırda 2025-ci ildə əsas məsələ şəbəkələşmədir. Mən belə düşünürəm ki, şəbəkələşmənin əsas komponentlərindən biri də ortaq fikirdir. Şəbəkələşmə faktoru təkcə karyerada yox, hər sahədə önəmli məsələdir. Öz maraqlarınız üzərində hər hansı bir platforma yarada bilərsiniz, görüş yeri təşkil edə bilərsiniz ki, fərqli insanlar sizinlə ünsiyyətdə daha tez-tez olsun. Aprelin 20-si saat 15-də 2x2 Mədəniyyət kanalında.